Əgər gələcəkdə dəyişikliklər görmək istəyirsənsə, bu gününü dəyişikliklərlə yaşa. Qədim zamanlardan bizə gəlmiş bir müdrik kəlamdır və həm də qaydadır. Çünki o, insanları hərəkətə sövq edir və bildirir ki, həyat tərzinin dəyişilməsi, inkişafın əldə olunması məhz hərəkətli olmaqdan keçir. Və bu istiqamətdə dövlətlər və xalqlar arası münasibətlərin də genişlənməsi, inkişafı ilk növbədə həm azad və firavan mühit formalaşdırır, digər tərəfdən insanların da gələcəyə ümidlərini doğruldur. Və biz indi hal-hazırda görürük ki, dünya bəli, çox mürəkkəb bir dönəmi yaşayır. Amma buna baxmayaraq yenə də əməkdaşlıqda hərəkətli olmaq özünü bütün mənalarda doğruldur. Çünki məhz bu əməkdaşlıq platformaları, müxtəlif formatlar ona görə yaranır ki, insanlar birincisi bir-biri ilə etibarlı münasibətlər qursunlar, digər tərəfdən də ortaq layihələr və proqramların vasitəsilə də inkişaf paradigmalarını gücləndirsinlər. Azərbaycan bu dönəmdə bütün istiqamətlərin hamısında hərəkətli və dinamik bir mövqe nümayiş etdirir və bu da özünü tam bir şəkildə doğruldur. Salam, axşamınız xeyir, hörmətli tamaşaçılar. Bilirsiniz ki, günün əsas hadisəsi Macarıstan paytaxtı Budapeştdə keçən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşüdür və bu təşkilatın ümumiyyətlə dünya arenasına böyük bir enerji və təpərlə çıxmasının da səbəbkarlarından, əsas səbəbkarlarından biri Azərbaycandır. Çünki hələ 90-cı illərdən bəri milli lider Heydər Əliyev hakimiyyətə ikinci dəfə dönəndən sonra o artıq Türk dünyasının inkişafı məsələsini gündəmə gətirdi. Amma 2009-cu ildə isə Prezident İlham Əliyev Naxçıvanda yeni bir sammit keçirməklə də əsas strateji magistralları müəyyən edərək bu təşkilatlara demək nəfəs verdi və nəhayət biz özümüz şahid olduq ki, Türk Şurası artıq Türk Dövlətlər Təşkilatına çevrildi. Yəni bu inkişaf özü artıq göstərir ki, bu təşkilatın, bu qurumun çox böyük büyüyünü və gələcəyi var. Və əlbəttə ki, biz həqiqətən də Türk dünyasının özünün də artıq reformalarla əhatəliyirik və digər tərəfdən də Türk birliyi öz-özlüyündə dünyanın qlobal inteqrasiya prosesində çox vacib bir rollardan özünə götürüb və onu da şərəflə daşıyır. Bu günləri bu məsələyə biz daha ətraflı toxunuruq. Çünki bu günləri bu təşkilatın zirvə görüşündə artıq Prezident İlham Əliyevin çıxışı olub və təbii ki, həmişə olduğu kimi ənənəvi şəkildə dövlət başçısı çox vacib mesajları səsləndirib, çağırışlar edib və eləcə də Azərbaycanın mövqeyi həmişə diqqət mərkəzindədir. Həm təşkilatın çərçivəsində, həm də kənarlarda. Çünki Türk Dövlətlər Təşkilatı özü artıq qlobal dünyanın vacib güc mərkəzlərindən birinə çevrilib. Beləliklə, mən indi bizim qonaqları sizə təqdim edirəm. Demək, Milli Məclisin deputatı Azərbaycan, Macarıstan Parlamentlərarası Əlaqələr İşçi qrupunun rəhbəri Əli Hüseynli, Milli Məclisin deputatı Cavanşir Feyziyev və Milli Məclisin deputatı Bəhruz Məhərrəmov. Xoş gəlmişsiniz, hörmətli qonaqlarımız. Mən təşəkkür edirəm ki, siz bizim dəvətimizi qəbul etmişsiniz və biz sizi böyük məmnuniyyətlə dinləyəcəyik. Amma əvvəl istərdim ki, biz proqramımızın başlanğıc hissəsində bugün Prezident İlham Əliyevin çıxışından bir vacib bir fraqmenti biz dinləyək. Çünki dövlət başçısı ölkələr arasında olan əlaqələrin, kommunikasiyaların inkişafı ilə bağlı çox vacib bir ideyaları və fikirləri səsləndirib və onlar olmasa ümumiyyətlə bizim əməkdaşlığımız demək olar ki, səngiyər. Və gəlin indi dövlət başçısını dinləyək, sonra studiyamıza qayıdaq. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşuq. Orta dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Kars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır. Orta dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan, Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Hazırda Bakı Gəmirqayırma Zavodunda 10 yeni gəmi inşa edilir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yük aşırma qabiliyyəti
15 milyon tondan 25 milyon tona çatacaq. Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin 1,5 milyon ton yük qəbul etmə imkanı olan kargo terminalı inşa edilir. Söz yox ki, kommunikasiyaların inkişafı, şaxələnməsi həqiqətən də bu Türk Dövlətləri Birliyi üçün lazımdır. Bu təşkilatın özünün də əsas prioritetlərindən biri ondan ibarətdir ki, bizim aramızda həm kommunikasiyalar güclənsin, digər tərəfdən yüklərin daşınmasında biz yüksək dinamika əldə edək və nəhayət Türk dünyasının özünün arealı özünə məxsus bir yaşıl işığın yandırılmış bir məkanına çevrilsin. Və bu baxımdan da Azərbaycanın bu prosesə verdiyi paylar, töhfələr həddən artıq böyükdür və layiqincə də qiymətləndirilir. Əli müəllim, istədim ilk növbədə sizi dinləyək. Həqiqətən də bax, bu samitin özünün bir neçə vacib göstəriciləri var. İlk növbədə ilk dəfədir ki, belə bir təşkilatın yüksək zirvə görüşü Avropa qitəsində keçirilir və burada təbii ki, Macarıstanın xüsusi özünün həm rolu var idi və digər tərəfdən də elə təşkilatın çərçivəsində, daxilində olan hava özü işgüzarlıq baxımından çox ümidvericidir və perspektivə tuşlanmışdır. Və mən elə başa düşürəm ki, faktiki olaraq indi özünə məxsus bir keçid dövrünə biz ayaq qoyuruq. Çünki baxmayaraq ki, bu qeyri-rəsmi görüşdür, sammitdir. Amma ona baxmayaraq dövlət və hökumət başçılarının bir araya gəlməsi həm də ondan xəbər verir ki, yəni olan çağırışlarla bağlı biz əməli cavablar verməliyik. Bəli. Tofiq müəllim, gərək etiraf edək ki, əgər Azərbaycan olmasaydı, bu görüş, bu formatda hər bir dövlət, Türk dövləti, hər bir dövlət başçısı arzulasa da belə, xalqlar belə arzulasaydı, amma Azərbaycan olmasaydı bu baş verməzdi. Baş verə bilərdi. Digər regionlarda, digər Türk dövlətlərində, amma Macarıstanda yox. Macarıstanda, Avropanın mərkəzində Türk Dövlətləri Təşkilatının, bu sammitinin baş tutması tarixi hadisədir. Ona görə ki, heç zaman belə bir hadisə olmayıb. Heç zaman Türk dövlət liderləri Avropanın mərkəzində birlikdə toplaşa bilməyiblər və nəinki toplaşmaqla, ancaq Türk dövlətlərinə bağlı olan ideyaları bu cür açıq söyləməyiblər. Və burada etiraf etməliyik ki, müəllif Azərbaycandır. Səbəb isə çox sadədir. Məsələ burasındadır ki, baxmayaraq ki, Türk Dövlətlər Birliyi siz söylədiyiniz kimi artıq 2009-cu ildə eləyədi, Azərbaycanın faktiki olaraq Azərbaycan və qardaş Türkiyənin təşəbbüsü ilə prinsipi başlamışdı. Amma o zaman məsələnin, misal üçün, müəyyən illərdən sonra Avropada bu cür yekunlaşacağını proqnozlaşdırmaq mümkün olmazdı. O şərtlə ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə bu qədər dəstək vermiş olsun. Yəni, sanki Azərbaycan bir lokomotivdir, özü tək mühüm bir uğur qazanıb, yəni Azərbaycan enerji təhlükəsizliyinə Avropanın dəyərləri verib və sonra bu uğurunu digər Türk qardaşlarla da bölüşür. Bu proses olmasaydı, sammitdə bu formada baş verməzdi. Çünki bizi birləşdirən var ümumi dəyərlər, mədəni, iqtisadi, bunlar hamısı aydındır. Bunlar bizim coğrafiyaya məxsusdur. Və bizim bugün gücümüz kifayət eləyir ki, biz heç kimlə soruşmadan, heç kimlə hesablaşmadan bunu edək. Amma Avropaya daxil olmaq, bu asan məsələ deyil. Bu baxımdan Azərbaycan artıq uzun illərdir Avropanın enerji təhlükəsinə bir töhfə verir. Onunla hesablaşmaq məcburiyyətindədirlər. Baxmayaraq ki, bir sıra hallarda tənqidlər də olur. Və sanki bu sammitdə Azərbaycan həm də indiyənə qədər özünün gördüyü işləri də bölüşdü Türk dövlətləri ilə, Türk qardaşlarla. Həm enerji təhlükəsizliyi, həm Avropada nəqliyyat məsələlərinə, orta koridor. Çünki ideyalar Azərbaycandan çıxıb. Məsələn, orta koridoru ideyanın müəllifi cənab prezidentdir. Və məhz bunun nəticəsində indi Avropada bütün bu məsələləri müzakirə etmək olur və görünən odur ki, Azərbaycanın bu işdə, xüsusən də dövlət başçısı İlham Əliyevin xüsusi müstəsna rolu var. O da məlumdur ki, bir çox illərdir biz müşahidə edirik ki, Avropa Birliyi
deyək ki, ən güclü dövlət olan Türk dövlətləri arasında Türkiyəni nə cür təcrid etmək istəyir, onu heç zaman Avropa Birliyinə buraxmaq niyyəti olmayıb. Bəlkə də Türkiyənin də xüsusi bir istəyi yoxdur, amma prosesi mən ümumiyyətcə analiz eləyirəm. Hər halda bir test rolunu Bəli. oynayan bir yanaşma idi. Tamamilə haqlısınız və buna nail ola bilirlər. Yəni sanki bizləri Avropada görmək istəməyiblər. Onlar bunu istəməyib. Amma bir anın içərisində, bir gündə, nəinki indi Türkiyə və Azərbaycan, həm də digər türk dövlətləri, bir daha vurğulayıram, bizim iştirakımızla, bizim prosesi rəhbər eləməyimizlə Avropanın mərkəzindədirlər. Öz məsələlərini müzakirə edirlər. Əminəm ki, çox da bu prosesi sevinən deyirlər Avropada, amma bu bir faktdır. Aparıcı, güclü, müstəqil türk dövlətlərinin rəhbərləri Avropanın mərkəzindədirlər və bu prosesdə aparıcı rol oynayırlar. Onunla da razıyam ki, Azərbaycan-Macarıstanın iki tərəfli münasibətləri burada xüsusi bir rol oynayır. Bu barədə cənab prezident öz çıxışlarında, bəyanatlarında söylədi. Və nəhayət üçüncü, əlbəttə ki, Macar dövlətinin, Macarıstanın liderinin, Macar xalqının müstəqil mövqeyi Avropa Birliyində ancaq Macar xalqının maraqlarına xidmət edən siyasətin aparılması imkan yaradıb ki, Macarıstan bu tədbirə ev sahibliyi eləsin. Bəli, və həm də simvolikdir ki, dünənləri məhz elə Prezident İlham Əliyevlə Baş nazir Viktor Orbanın görüşü oldu. Əvvəlcə onlar məhdud tərkibdə görüşdülər, danışıqlar apardılar, sonra geniş tərkibdə və təbii ki, bu özünə məxsus bir leytmotiv idi ki, bax, biz artıq demək olar ki, strateji məsələlərinin həlli ilə bağlı həm iki tərəfli formatda, digər tərəfdən ümumi formatda bir çox məsələləri həll eləyəcəyik və buna gərək bütün qalan dünya çox dözümlüklə, tolerant bir tərzdə yanaşsın. Çünki faktiki olaraq burada axı başqa ölkələrin, başqa qütblərin təsirlərinə biz baxırıq və görürük ki, bizim ancaq onlara münasibətimiz müsbət ola bilər. Yəni biz əməkdaşlıq təqdim edirik. Və əlbəttə ki, belə olduğu halda artıq gərək qalan dünyada, o cümlədən də Avropa Birliyi özü artıq barışsın bu vəziyyətlə. Çünki vaxtı ilə onlar qısqanclıq da göstərirdilər, sonra digər tərəfdən gözü götürməməzlik, belə deyək, göstəriciləri var idi. Amma nəyə görə? Hətta mətbuatları da çox lazımsız bir çıxışlar eləyirdilər ki, güya burada hansısa bir NATO-ya bənzər struktur yaranır və s. Yəni, qaşınmayan yerdən qan çıxarmaq istəyirdilər ki, haradasa sensasiya xarakterli bir vəziyyəti formalaşır. Amma hər halda Azərbaycan, Əli müəllim indi bizim ölkəmizin müstəsna rolundan danışdı. Həqiqətən də yəni bizim çağırışlarımız, sonra bizim müəyyən etdiyimiz o prioritetlər toplusu göstərirdi ki, bizim qayəmiz, niyyətlərimiz hamısı nəcib niyyətlərdir və eləcə də dünya birliyinin inkişafı ilə səsləşən bir yanaşmalardır. Caşir müəllim, mənə elə gəlir ki, bax, burada faktiki olaraq biz o nəqliyyat proseslərini ki, indi biz prezidentin də çıxışından fraqmenti dinlədik, onlar doğrudan da təkanverici rol oynamalıdır. Çünki dünyada indi sir deyil. Bütün dəhlizlər, strateji keçidlər, sonra yeni marşrutlar hamısı diqqət mərkəzi və onların üzərində həqiqətən də hələ ki, bəzi hallarda səssiz müharibələr gedir, qarşıdurmalar gedir. Digər tərəfdən görürsən ki, açıq-aşkar bir toqquşmalara artıq şərait yaranır, kolliziyalar baş verir. Yəni, bu onu göstərir ki, biz ilk növbədə bu xətləri açıq elan eləmişik və istəyirik ki, orada daim gediş-gəlisi olsun. Və burada hansı negativ təsirlər bizə mane ola bilər? Məsəl üçün, əgər biz ilk növbədə Türk areallarını, elə Macarıstan özü olmaq şərti ilə ancaq bu ərazini nəzərdə saxlayırıq, bu məkanı özümüz üçün diqqət mərkəzi kimi seçmişik. Hey, Uraldan, sonra uzaq Sibirdən başlayaraq ta Avropanın mərkəzinə gəlib çıxan. Hansı təsirlər burada bizə mane ola bilər? Türk dövlətləri təşkilatı çərçivəsindəki inteqrasiya prosesləri əslində dünyada gedən ümumi qlobal siyasi proseslərin bir tərkib hissəsidir və buna hüquqi cəhətdən heç kim mane olmağa ixtiyarı yoxdur. Amma əlbəttə siyasi baxımdan, siyasi məqsədlər baxımından əlbəttə mane olmaq istəyən qüvvələr çoxdur. Həm də iqtisadi baxımdan da bəlkə də mane olmaq istəyərlər. İqtisadi baxımdan mane ola bilmirlər, çünki onlar bu bölgədən, bu geopolitik regiondan asılıdırlar. Yəni, Mərkəzi Asiyanın təbii resursları, Xəzər dənizinin təbii resursları hamıya lazımdır. Amerikaya da, Avropa Birliyinə də, Çinə də, bütün güc mərkəzlərinə. Ona görə iqtisadi nöqteyi nəzərindən onlar maraqlıdırlar ki, regionda hər hansı bir şəkildə iştirak eləsinlər və mümkünsə regionu öz təsir dairəsində saxlasınlar və
bizim təbii resursları maksimum istismar etsinlər öz xeyrinə. Amma Türk Dövlətləri Təşkilatının yaranmasının əsasında duran səbəblərdən biri də budur ki, Türk xalqları öz yaratdıqları dövlətləri vasitəsilə öz təbii resurslarını özlərinin mənafeyinə uyğun istismar etməlidirlər. Bölgədən kənar güclərin deyil. İndi bu nə qədər mane olmaq istəyən olsa da, bu bir təbii qanuna uyğunluq əsasında həyata keçir. Baxın, bu inteqrasiya prosesləri təzə deyil. İdeya kimi ən azı 200-220 il bundan qabağın ideyasıdır. Yəni ilk türkçülük məktəbi 200-250 il arasında bundan əvvəl yaranıb və onda da motivlər eyni idi. Niyə görə türk xalqları birləşməlidir bir ideya ətrafında? Onda da eyni motivlər idi, indi də eyni motivlərdir. Çünki birləşmədən dünya birliyində sağ qalmaq o qədər də mümkün olmur. Və xüsusilə indi qloballaşma sürətləndiyi bir zamanda, son 50 il içərisində xalqlar necə qloballaşır, dövlətlər necə qloballaşır? İlk növbədə öz sivilizasiyası çərçivəsində. Əgər hansısa xalq, dövlət öz sivilizasiyasından kənarda hansısa bir ittifaqa daxil olursa, onun aqibəti əriyib orada assimilyasiyaya uğramaqla məcbur olur. Nəticələnəcək. Və ona görə ideya ondan ibarət idi ki, və bu ideyalar, birlik ideyaları həmişə ilk növbədə Azərbaycandan çıxıb. Tarixən də və bu yeni müstəqillik dövründə də. İdeya ondan ibarətdir ki, Türk xalqları öz ərazilərində özləri hakim olsun. İndiyə qədər Rusiya imperializmi, Avropa imperializmi və s. Yəni, Avro-Atlantik belə deyək, təzyiqlər. Bəli, min illər ərzində bu bölgə, xüsusilə Türk geopolitik regionu həmişə qarşılıqlı maraqların toqquşduğu bir ərazi olubdur. Amma bu maraqlar niyə toqquşur? Çünki bu bizim marağımız deyil, bölgədən kənar qüvvələrin maraqları. Üzr istəyirəm, Can Şömən, yəni ilk növbədə, hətta ötən əsrlərə biz nəzər salsaq, son 2 əsrə ən azı, hətta türk toplumları arasında da ixtilaflar, qarşıdurmalar var idi. Və onlar da elə xaricdən qidalandırılırdı ki, bunlar bir-birindən vuruşsunlar. Bax, bizim ölkənin, öz misalımızı da göstərək də, bizim ölkənin daxili işlərinə müdaxilə səbəbi nədir? Məhz bu cür inteqrasiya proseslərini, Azərbaycanın inkişaf proseslərini qarşısına almaq üçün. Niyə? Çünki inkişaf prosesi olmasa onlar bizə daha çox diktə edə bilərlər, bizi daha çox istiqamətləndirə bilərlər, biz daha çox asılı vəziyyətə düşə bilərik onlardan. Amma Azərbaycanın apardığı siyasət də məhz bunun əksidir. Lap müstəqilliyin ilk illərindən başlayaraq. Azərbaycan güclü olmalıdır, həm iqtisadi cəhətdən, həm hərbi cəhətdən, həm Türk birliyinin təşəkkül tapmasında aktiv olmalıdır, fəal iştirak eləməlidir və bunu da eləyir. Və burada mən bir maraqlı tendensiyanı da ayırmaq istəyərdim. Baxın, bu müharibə, Ukrayna-Rusiya müharibəsi başlayan 2 ildir. 3 ildir. 3 ildir. Amma Avropa 3 il bundan əvvələ qədər, hətta Ukrayna müharibəsi ərəfəsində şimal marşrutunu, Rusiya qazının Avropaya çatdırılması üzrə şimal 2 marşrutunu açma ərəfəsində idilər. Yəni, heç vaxt nə vaxtsa Rusiya qazından asılılıqdan xilas olmaq haqqında heç fikirləşmirdilər Avropa. Amma Azərbaycan 20 il qabaq bu layihəni ortaya çıxartmışdı. Əvvəlcə Nabucco şəklində, daha sonra Cənub Qaz Dəhlizi şəklində. Burada həm də Azərbaycan siyasətinin uzaq görənliyini biz müşahidə edirik. Bu gün Avropa hansı vəziyyətdə olardı əgər Azərbaycan bu layihələri vaxtında həyata keçirməsəydi? Əgər Cənub Qaz Dəhlizi layihəsi, məsələn, o axı bir ildə, 2 ildə baş tutan şeydir. Bu 20 il, 15 il ərzində bura investisiyalar qoyulur, bu qədər fiziki olaraq hətta o qədər işlər görülür ki, 10 illər apara bilər. Ona görə biz görürük ki, Avropa öz enerji təhlükəsizliyi haqqında düşünmədiyi zamanlarda belə Azərbaycan siyasəti düşünürdü, görürdü ki, belə bir vəziyyət yarana bilər ki, bizim enerji təchizatçısı rolumuz dəfələrlə güclənə bilər. Və məhz o da baş verdi 22-ci ildə bu müharibənin başlanması ilə. İndi artıq bizim müəyyən üstünlüklərimiz yaranıb. Həm Mərkəzi Asiya dövlətlərinin, həm Azərbaycanın və həm də Türkiyənin. Bax, son dövrlərdə, Avropada baş verən hadisələrdə Türkiyəsiz keçinmək mümkün deyil. İndi Rusiya-Ukrayna müharibəsinin çözülməsində Türkiyə yenə də aparıcı rol oynayır. Və yaxud orta dəhliz dediyimiz layihənin, hansında ki,
Çin, Amerika Birləşmiş Ştatları və Avropa eyni dərəcədə maraqlıdırlar. Azərbaycanın həyata keçirdiyi infrastruktur layihələri olmasaydı, o mümkün olmayacaqdı. Yəni, bu inteqrasiyanın demək istəyirəm ki, heç kimə zərəri yoxdur, faydasından başqa. Amma niyə böyük güc mərkəzləri bu inteqrasiyadan o qədər də razı deyirlər? Məmnun deyirlər. Məmnun deyirlər. Çünki onlar özlərinin dünyada liderlik rolunu kimlənsə paylaşmağa hazır deyirlər. Necə 2-ci Dünya müharibəsindən sonraki yaranmış şəraitdə bu 5 dövlət dünyanı idarə etmək öhdəliyini öz üzərinə götürüb və indiyə qədər kifayət qədər bundan sui-istifadə ediblər öz mənafeləri üçün. Əslində onlar Təhlükəsizlik Şurasının 5 nəfər daimi üzvünü təyin etməklə dünyanın idarəçiliyini ələ alıblar. Və nəticədə müstəmləkəçiliyə qədər onlar məşğuldular, hansı ki bütün beynəlxalq qanunlara ziddir. Ona görə indi dünyada tez-tez deyilir, demək olar ki, gündə 100 dəfə deyilir, dünya nizamı dəyişir və yaxud dəyişməlidir və s. Bax, indi həmin dövrdür ki, dünya nizamı dəyişməyə məcburdur və bu yeni yaradılacaq nizamda Türk dövlətləri özünə məxsus rolu oynamalı və özünə məxsus yeri tutmalıdır. Amma bu da öz başına baş vermir. Türk dövlətləri arasında inteqrasiya prosesləri o dərəcədə olmalıdır ki, onlar dünya birliyi üçün hansısa bir güc mərkəzi obrazını ortaya qoya bilsinlər. Və hətta cənab prezidentin yönlü bir belə deyək, konfigurasiyaları təqdim etsinlər. Bəli, cənab prezidentin bugünkü çıxışında gətirdiyi misallar da bununla bağlı idi. Azərbaycan 20 milyard dollar Türk ölkələrinə investisiya yatırıb. Yəni bizim ilk növbə və yaxud iqtisadi, ticari əlaqələrimiz, tutaq ki, 10 il bundan qabaq bizim Türk dövlətləri arasındakı ticarət münasibətlərinin həcmi, ticarət əməliyyatlarının həcmi Türk dövlətlərinin ümumdaxili məhsulunun cəminin 3%-ni təşkil edirdi. Bugün 7%-ni təşkil edir. Və artıq 10% hədəf olaraq müəyyən olunub. Bax, bugünkü summit qeyri-formal adlandırılsa da, əslində yekun bəyanatına görə çox ambisiyalı orada məqsədlər qoyulubdur. Və burada artıq nəinki iqtisadi, mədəni, humanitar sahələrdə, həm də hərbi əməkdaşlıq sahəsində yaxınlaşmadan, birləşmədən, birgə layihələr həyata keçirməkdən söhbət gedir. Və biz görürük ki, Türk birliyinin yaradılması istiqamətində atılan addımlar ildən ilə sürətlənir, daha inamlı olur və şübhəsiz burada hər bir dövlətin öz rolu var və ancaq bütün parametrlərə baxanda mən Əli tam razıyam ki, Azərbaycanın rolu da oradan da özünə məxsusdur. Bəli. Və həm də coğrafi cəhətdən də bu Xəzər dənizindən şərqdə yerləşən Türk arealını Xəzər dənizindən qərbdə yerləşən arealı ilə birləşdirən körpüdür Azərbaycan. Əlbəttə. Yəni biz o birləşdirici bənd kimi faktiki olaraq bütün üzərimizə düşən o coğrafi, yükü ideoloji, daşıya bilirik. İqtisadi infrastruktur layihələri, bütün bunlar Azərbaycanın üzərində qurulub cəmləşir. Və bizim üzərimizdən də keçir. Bəli. Və təsadüfi deyil ki, dünənlərdə artıq bayaq qeyd etdiyimiz kimi, yəni Azərbaycan lideri ilə Macarıstan liderinin danışıqlarında məhz Prezident İlham Əliyev daha çox bizim tarixi köklərə, sonra bağlılığımıza, ənənələrimizə istinad elədi. Mən istərdim o fraqmenti elə prezidentin dilindən biz bir daha yada salaq, sonra qayıdırıq studiyamıza. Biz dost ölkələrik, strateji tərəfdaşıq. Bugün dəyişən dünyada gedən proseslərə nəzər saldıqda yenə də mövqelərimizdə elə bir böyük fərq yoxdur. Macarıstanla Azərbaycan arasında bir çox oxşarlıqlar var. Birincisi bizim tarixi köklərimiz və bilirəm ki, Macar xalqı öz tarixi köklərinə çox bağlıdır. Ölkələrimizin əhalisinin təxminən eyni olması, ölkə ərazisi də demək olar ki, bir-birinə çox yaxındır. Oxşarlıqlardan biri də siz də qeyd etdiyiniz kimi Macarıstan açıq dənizlərə çıxışı olmayan ölkədir. Azərbaycan da elə ölkələrdəndir. Düzdür, biz Xəzər dənizinin sahilində yerləşirik. Ancaq açıq dənizlərə bizim də çıxışımız yoxdur. Bir də siz qeyd etdiniz ki, Macarıstan müharibə aparan ölkə ilə həmsərhəddir. Biz də eyni vəziyyətdəyik.
siz bir müharibə aparan ölkə ilə biz isə digəri ilə həmsərhədik. Yəni bu oxşarlıqlar təbii olaraq bir qarşılıqlı anlaşma üçün də gözəl zəmin yaradır. Çünki biz demək olar ki, eyni çağrışlarla üz-üzəyik. Azərbaycan eyni zamanda 4 il yarım əvvəl müharibə aparan ölkə olmuşdur. Biz öz ərazimizdə müharibə aparmışdıq. 30 illik Ermənistan işğalına son qoymuşduq. Bəli, Prezident İlham Əliyevin dediyindən də belə görünür ki, bizim üçün yalnız və yalnız ən vacib dəyər bu sabitlikdir, stabillikdir, sonra artan əməkdaşlıq da məhz o təminatı gücləndirir. Çünki əgər qarşıda gələn proseslərlə bağlı, sonra olan çağrışlarla bağlı biz bədgüman olsaq ki, bəli, bu və ya digər risklər var və xüsusən həm də bilirik ki, yəni risklərin üzərində işləyən, onları istehsal edən qüvvələr də var. Əlbəttə ki, biz gərək sığortalayıcı tədbirlərimizi görək və mənə elə gəlir ki, burada həm iki tərəfli format özünü doğruldur, həm də ki, ümumi belə deyək də qaydada türk dövlətləri hamısı bir dalğaya köklənərək gərək həmahəng fəaliyyət göstərsinlər. Bu enerji məsələsi ilə bağlı bəllidir ki, yəni Avropa İttifaqı özü və digər Avropa ölkələri də Azərbaycanın və bizim bu bölgəmizdə olan enerji resurslarından asılıdırlar və onlar üçün bu çox vacib bir təminatdır. Əgər belədirsə, deməli bunların da marağında olmalıdır ki, burada prosesləri pozmasınlar, maneçilik törətməsinlər. Faktiki olaraq, məsəl üçün, Ursula von der Leyen bu yaxınlarda gəldi, Mərkəzi Asiyada demək 5 ölkənin rəhbərləri ilə görüşdü və orada danışıqlar getdi. Mən məsəl üçün hamımız gözləyirdik ki, Azərbaycanla bağlı o xüsusi vurğulamalıdır ki, yəni Azərbaycanın burada həm birləşdirici rolu var, digər tərəfdən inteqrasiya proseslərində Azərbaycanın çox öncül funksiyaları artıq yerini tapıb və s. Ancaq bu məsələnin üzərindən bir növ səthi keçdi Ursula von der Leyen. Baxmayaraq ki, ona qədər özü xüsusən Bakıya gəlib, burada enerji memorandumuna imza atmışdı. Yəni, mən burada demək istəyirəm ki, yəni, Avropanın özünün də marağında olan odur ki, bu prosesləri həm dəstəkləsin, həm də artıq fəaliyyətdə, qüvvədə olan layihələrə bacardığı qədər mane olmasın ki, onları köməkliklə həyata keçirməyə imkanları yaratsın. Bax, bu məsələdə mənə elə gəlir ki, onlar əgər anlaşılmaz bir mövqe tutacaqlarsa, deməli, özlərinin də maraqlarına qarşı çıxmış olacaqlar. Bu məsələni necə düşünürsünüz? Yəni, faktiki olaraq, bəli, açıq şəkildə etiraf edirlər ki, Azərbaycanın özünün strategiyası, sonra enerji təminatında oynadığı rol həqiqətən də əvəz edilməzdir. Amma bəzi hallarda biz görürük ki, bunların danışıqlarında da, sonra çağırışlarında da xaric səslənən bir notlar özünü əks etdirir. Təşəkkür edirəm. Cənab İlham Əliyev bölgədə elə bir geosiyasi konfigurasiya formalaşdırıb ki, həmin konfigurasiyanı kimin hansı bəyanatlarla ifadə etməsindən asılı olmayaraq dəyişmək mümkün deyil. O cümlədən də Avropanın enerji təhlükəsizliyində Azərbaycanın artan rolu konfigurasiyası. Bilirsiniz, Azərbaycan yalnız öz enerji resursları hesabına Avropanın milli təhlükəsizliyində, yəni Avropa İttifaqının 8 üzvünün, bütövlükdə Avropa dövlətlərindən 10 dövlətin enerji təhlükəsizliyində rol almır. Azərbaycan həm də Cənab İlham Əliyevin zamanında çoxsaylı maneələrə baxmayaraq realizə etdiyi geosiyasi konfigurasiyanın o mühüm elementi kimi çıxış edən o infrastruktur layihələri, qlobal əhəmiyyətli infrastruktur layihələri, həmin layihələrin hesabına həm də Orta Asiyanın enerji resurslarının Avropaya çatdırılmasında istisnasız olaraq bir mənalı şəkildə rol alır. Baxın, Azərbaycan Orta Asiya üçün öz resurslarını ixrac edə biləcəyi, üzərindən tranzit olaraq keçirə biləcəyi bir mənalı şəkildə alternativsiz və etibarlı tərəfdaşdır. Bizim eyni kökləri və s. kənara qoyaq. Çünki daim Orta Asiya özünün resurslarını Avropaya çıxararkən daim bir mənalı şəkildə müstəqillikləri ilə təhdid olunublar. İstənilən vaxt həmin qapı bağlana bilər, bundan öncə istifadə etdikləri qapılar və bu onların müstəqilliyi üçün təbii ki, təhdid idi. Azərbaycan onlara müstəqillikləri üçün ikinci nəfəs verdi. Bu bir mənalıdır. Təbii ki, beynəlxalq səviyyədə bizim dəstəklərimiz qarşılıqlıdır və bundan hər bir tərəf bir mənalı şəkildə məmnundur. Eyni zamanda Azərbaycan bugün baxaq
Cavanşir müəllim çox doğru ifadə etdi ki, zaman-zaman ölkədə ictimai, siyasi sabitliyin pozulmasına cəhdlər, eyni zamanda daxili işlərinə qarışmaq cəhdlərinin təməlində dayanan məhz o inkişafın tərəqqinin qarşısını almaqdır. Çünki bu bölgədə Qərb imperializmi üçün zəif dövlət lazımdır, zəif subyekt lazımdır ki, diktə edə bilsin. Ermənistanın timsalında biz bunu bugün görürük. Və cənab İlham Əliyev bax bu oyunu pozub və nəticə etibarilə artıq müstəqil davranan güc kimi biz özümüzü təsdiq edə bilmişik. Qafqazın, bütövlükdə Xəzər regionunun əsas güclü orta güc subyekti kimi biz özümüzü təsdiq edə bilmişik. Bilirsiniz, indi biz burada türklükdən danışırıq, türk ideologiyasından danışırıq, amma arxasında güc dayanmayan, istənilən ideologiya problemlərə yol açır. Biz bunu 90-cı illərdə gördük. 90-cı illərdə hətta Azərbaycan dili dərsliklərinin adını da türk dili etmişdilər. Nəticə nə olmuşdu? Özbəkistanla biz az qala müharibə həddinə çatmışdıq. Türkmənistanla eyni qaydada və yaxud da Azərbaycanda türklük adına Türkiyədən biz 2 helikopter ala bilməmişdik həmin dövrdə. Bu idimi vahid türklük ideologiyası? Deməli, bilirsiniz, yaxud başqa bir misal deyim. Rusiya ilə Ukrayna tarixinin bütün dövrlərində türk dövlətlərinin öz aralarında olan münasibətlərdən çox daha yaxın münasibətlərdə olublar. Bu mane oldu mu onların arasındakı müharibəyə? Nəticə etibarilə demək ki, daha doğru olanı ideologiyanın arxasında gücün olması, iradənin olmasıdır ki, həmin ideologiya doğru yola istiqamətləndirilsin. Bütövlükdə region üçün bir mənalı şəkildə əminliklə demək olar ki, türk ideologiyası özünün müasir səviyyəsinə məhz Ulu Öndərin hakimiyyətə gəlməsi ilə bax bu yola qədəm qoyuldu və nəticə etibarilə biz bugün türk ideologiyasını bir çətir altında birləşdirən real güc görürük. Baxın, cənab İlham Əliyev sadəcə türklükdən danışmır, türk dövlətlərinin birliyindən danışmır. Ortada real əməllər var. Birincisi, bizim infrastrukturumuz türk dünyasının bir mənalı şəkildə o iqtisadi, ticari cəhətdən, güc cəhətdən birləşməsinə xidmət edir. İkincisi, bu bölgədəki güc mərkəzi olaraq mən bunu deyirəm. İkincisi, Azərbaycanın hərbi siyasi qələbələri bu bölgədə artıq bir türk dövlətini elə sambalı bir gücə çevirib ki, o artıq nəinki xab rolunu, eyni zamanda da həm də körpü rolunu oynayacaq və bu körpü rolunu daşıya biləcək gücdədir. Və ən nəhayəti. Bilirsiniz, cənab prezident yalnız bəyanatlarda ifadə olunan dostluqdan danışmır. Baxın, biz yox, Macarıstanın özünün baş nazirinin çıxışına diqqət edək. Macarıstan baş naziri deyir ki, Macarlar üçün ən ağır günlərdə bizim dadımız Azərbaycan çatdı və şəxsən cənab İlham Əliyev çatdı. Baxın, bizim dostluq, qardaşlıq, strateji tərəfdaşlıq yanaşmamız bəyanatlarda yalnız ehtiva olunmur, əməllərdə ehtiva olunur. Və bugün bir mənalı şəkildə deyə bilərik ki, Türk dünyasının, Türk dilli dövlətlər təşkilatının təməlində bax bu kimi əməllər dayanır və bu kimi konkret hərəkətlər dayanır. Biz yalnız ideologiyaya söykənmirik, biz həm də gücə söykənirik, praktik əməllərə söykənirik. Türk dövlətləri təşkilatını dünya arenasında güc mərkəzi kimi, təşəbbüskar kimi gündəmə gətirən cənab İlham Əliyevdir. Covid-19 pandemiyası ilə mübarizədə ilk dəfə olaraq təşəbbüslər, səylər məhz cənab İlham Əliyev tərəfindən birləşdirildi və yaxud ilk dəfə olaraq məhz cənab İlham Əliyev BMT Təhlükəsizlik Şurasında Türk dünyasının təmsilçiliyi ilə bağlı fikir ortaya atdı. Bunlar hamısı ciddi hesablanmış addımlardır və bugün Macarlar bir mənalı şəkildə Macarıstan liderinin ifadəsi ilə təbirincə desək, bugün bir mənalı şəkildə o nəticəyə gələ bilərik ki, Azərbaycana Türk dünyasının gələcəyi üçün ümid kimi baxırlar. Və bu özlüyündə çox vacib amildir. O ki, qaldı Avropa bəyanatlarına, siz qeyd etdiniz, Avropa İttifaqı və Orta Asiya samiti qısa müddət öncə orada Azərbaycanla bağlı məsələlərdən səhti keçilməsi. Bu bizim üçün ümumiyyətlə, belə deyək, nəyisə dəyişmir. Xatırlayaq, COP29 ərəfəsində Azərbaycan əleyhinə kifayət qədər açıq bəyanatlar verilmişdi. Azərbaycan qazıntı yanacağına malik olan ölkə olmaqda ittiham edilirdi. Amma baxmayaraq ki, 2 il əvvəldə elə həmin Ursula von der Leyen Bakıda dəniz mənzərəsində verdiyi mətbuat konferansında açıq şəkildə Azərbaycandan mavi yanacağın artırılması, Azərbaycanın bu sahədə əməkdaşlığını bir mənalı şəkildə alqışlayırdı və daha sonra COP29 başa çatandan sonra biz yenidən eyni ritorikaya qayıdıldığına şahidlik etdik. Yəni, ara sıra verilən siyasi bəyanatlar bu əslində nələrisə dəyişmir. Azərbaycan elə müstəqil güclüdür ki, Azərbaycanın reallaşdırdığı layihələrə digər maraqlar, çoxsaylı maraqlar Azərbaycan dövlətinin müstəqilliyinə, xalqın suverenliyinə və bizim milli mənafələrimizə xələl gətirmədən elə şəkildə konsolidasiya olunub ki, burada artıq, məsələn, Azərbaycanın reallaşdırdığı, məsələn, orta dəhlizlə bağlı məsələlərdə, bu məsələlərdə hansısa formada əks qütbdə dayanmaq artıq Çinin qarşısında dayanmaqdır.
artıq Türkiyənin qarşısında dayanmaqdır. Yəni maraqları biz o cür uzlaşdığına şahidlik edirik ki, artıq bu bölgədə Azərbaycanın mənafeləri bir mənalı şəkildə ümumbəşəri mənafelərə çevrilməkdədir. Digər tərəfdən cənab İlham Əliyev bu bölgədə tarixdə ilk dəfə olaraq bu coğrafiyanı nəhayət coğrafi mövqe olaraq dividentə çevirə bilib. Təbii ki, bütün bunlar Azərbaycanın o qeyd etdiyiniz enerji təchizatçısı rolunun digər əhəmiyyətli istiqamətlərdə olduğu kimi, bax, enerji təchizatçısı rolunun da tədricən artması və böyük perspektiv vəd etməsi ilə nəticələnir. Bəli, əlbəttə, yəni Azərbaycanın oynadığı rol başdan ayağa müsbət bir roldur. Faktiki olaraq biz fayda veririk, töhfələr veririk və burada yox yerdən hansısa bir kritik nöqtələrlə, sonra tənqidi bir yanaşmalarla proseslərə mane olmaq olmaz sadəcə. Bəli. Çünki faktiki olaraq Azərbaycanın həm geosiyasi, həm də geoiqtisadi zəmində belə deyək də solo rolu danılmazdır. Yəni hansı işə biz qol qoymuşuqsa, orada ancaq və ancaq əməkdaşlığın töhfəsini görmüşük, özümüzün verdiyimiz paylarımızın artıq artmasının şahidi olmuşuq və ona görə də ən yaxşı variant ondan ibarətdir ki, sadəcə prosesləri əlavə, belə deyək də, şərhlərlə təmin etməsinlər. Sadəcə, mən deyərdim ki, elə PR xatirinə də bəzi rəhbərlər, sonra bu Avropa təsisatlarının nümayəndələri və s. lazımsız bəyanatlar verirlər və s. Onlarla onlar heç bir pozitiv iş görmürlər. Yalnız və yalnız yeni lazımsız problemlər yaradılır. Və əlbəttə ki, bax, burada həqiqətən Azərbaycanın rolu diqqət çəkir. Çünki Azərbaycan özü, öz arealında, öz regionunda cazibə mərkəzini yarada bilib və burada biz bir çox istiqamətlərin hamısında məhsuldarlıq nümayiş etdirmişik və təsadüfi deyil ki, elə Macarıstanla da bizim ikitərəfli münasibətlərimiz çox intensiv şəkildə inkişaf edir. Elə Viktor Orbanın da bu məsələ ilə bağlı özünün bir çıxışı var. Mən istərdim o çıxışa biz diqqət yetirək və ondan sonra söhbətimizi davam etdirəcəyik. Biz bugün Macarıstanın köhnə dostunu görürük. Dostlar gündə tanınar və artıq 20 ildən artıq bir dövrdür ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə, diplomatiyada, neft-qaz sənayesində və digər bir sahədə özləşdiyi istənilən çətinliyi zamanı hər zaman Prezident Əliyev bizim yanımızda olmuşdur. Tarixdə ilk dəfədir ki, Türk Dövlətləri Təşkilatının zirvə toplantısı Macarıstanda keçirilir. Biz tam hüquqlu üzv deyilik bu təşkilata. Biz müşahidəçi ölkəyik. Ancaq istənilən şəkildə biz bugün bu zirvə toplantısına ev sahibliği edirik. Bizi sevindirən digər bir haldır ki, bugün beynəlxalq diplomatiyada demək olar ki, qasırğa hökm sürür. Vəziyyət gündən günə dəyişir, təhlükələr və çağırışlar artır və belə bir fonda dost ölkələr bir araya gəlməli və beynəlxalq münasibətləri müzakirə etməlidir. Bəli, dialoqun, sonra müzakirələrin, eləcə də məsləhətləşmə və danışıqların daim getməsi bütün maraqların hamısına cavab verir və gözləntiləri də doğruldur. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstan Respublikasına işgüzar səfəri artıq sona çatıb və bir mənalı deyə bilərik ki, bu çox məhsuldar bir səfər idi və digər tərəfdən biz bir daha şahid olduq ki, bu birliyin iki aparıcı dövlətinin iki tərəfli münasibətləri də yüksələn xətt üzrə inkişaf eləyir və həm də böyük bir qarşılıqlı etimad fonu yaranıb. Bu həm də Türk Dövlətləri Təşkilatı üçün də vacib, mən deyərdim, göstəricilərdən biridir. Əlbəttə, böyük, geniş miqyaslı əməkdaşlıqda ilk növbədə silahlı olmaq lazımdır və indiki anlamda, yəni silah ancaq hərbi silahdan getmir söhbət. Burada investisiya baxımından da hazırlıqlı olmaq vacibdir və yaxın zamanlarda artıq Türk Dövlətləri Təşkilatının birgə investisiya fondu da fəaliyyətə başlayacaq. Əli müəllim, bu bizə nə vəd eləyir? Toxməm, cənab Orbanın çıxışı onu göstərdi ki, Azərbaycan Macarıstan
münasibətləri çox dərindir, daha doğrusu çox dərin imiş. 20 il ərzində, 20 ildən artıqdır bunu söylədi və birincisi bu kontekstdə bir fikrini bölüşmək istəyirəm sizlə. Biz ənənəvi olaraq bizdə də Azərbaycanda da bu mövzu aktual olub və bu təbiidir. Məsəl üçün türkçülük, münasibətlər, amma kimsə tarixin hansısa bir dönəmdə bir şüar deyib, türkçülüklə bağlı ya bir şeir yazıb, onu türkçülüyün banisi kimi qəbul ediblər, amma mifdir, cəfəngiyatdır, heç bir töhfə verməyib və bir çox hallarda isə hətta konfliktlərə gətirib belə bəyanatlar. İndi fikir verin, Viktor Orban bəyan edir ki, 20 ildən artıq bir dövrdə Azərbaycan dəstək verib. Prezident İlham Əliyev bu dəstəyi verib, amma görün nə dərəcədə təvəzzökarlıqla bunu heç səsləndirməyib. İndi bunu Avropanın mərkəzində biz Orbanın dilindən eşidirik. Bax, əsl türkçülük budur. Əsl dostluq münasibətləri budur. Və təvəzzökarlıq da budur. Təvəzzökarlıq, hörmətli Bəhruz müəllim də bunu səsləndirdi. Bu summit həm də bir əsl türkçülüyün necə olmasının nümunəsidir. Çünki axı biz 20-ci əsrin əvvəlində, sonra elə bu əsrin sonlarında, 90-cı ilin əvvəllərində də bu prosesləri müşahidə eləmişik. Yenə bəyanatlar, lozunqlar, dırnaqarası vətənpərvərlik lozunqları, hansısa bir bozqurtçuluq, əslində bir kriminal ideologiyaya xidmət edən və s. Və bütün bunların fonunda onu demək məcburiyyətindəyəm ki, əslində indiyənə qədər mövcud olan türkçülük o əslində marionet türkçülük olub. Əslində məhz həmin o xarici imperialist dövlətlər ayrı-ayrı dövlətlərdəki o bir sıra dairələri Türkiyədə də, Azərbaycanda da, Orta Asiyada da yönəldib və məqsədləri xalqları toqquşdurmaq olur. Türk xalqlarını, deyək ki, İranla, Rusiya ilə, bölgədəki digər dövlətlərlə toqquşdurmaq, digər mədəniyyətlər toqquşdurmaq olur. İlk dəfə olaraq tarixdə, zamanında siz də söylədiniz, Ulu Öndərin siyasi iradəsindən, yəni müstəqil siyasi iradəsindən, indi Prezident İlham Əliyevin iradəsindən Türk dövlətləri ancaq öz xalqlarına əməkdaşlıq, rifah gətirən, digər xalqlara, digər dövlətlərlə sağlam əməkdaşlığa köklənən bir münasibət qururlar. Və bu, digər qurumlardan Türk dövlətləri təşkilatını həm də fərqləndirir. Bu konteksti ona qayıtmaq istəyirəm ki, ola bilər ki, siz söylədiyiniz kimi hansı bir hərbi əməkdaşlıq və yaxud da ki, iqtisadi əməkdaşlıq kimlərisə narahat etsin. Çünki siz də söylədiniz, indi bir belə deyim ki, bir xüsusi fondun yaradılması nəzərdə tutulur. Suallar meydana çıxar ki, o fondun məqsədi nə ola bilər, amma cavab açıqdır. Ancaq Türk dövlətlərinin və qonşu dövlətlərin iqtisadi inkişafına, birgə yaşayışa, sülfə, ortaq layihə və proqramların həyata keçməsi. Ancaq, çünki biz axı, siz suallarınızda da söylədiniz, onu müşahidə edirik ki, misal üçün Avropa Birliyi müəyyən bir iqtisadi resurslara malikdirlər, nəyə nail olurlar? Müharibənin maliyyələşməsinə. Ukraynaya misal üçün maliyyələşdirmək. Biz görürük də bunu. Yeri gəlmişkən Macarıstan niyə daim təzyiq altındaydı? Çünki Macarıstanın Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyi çox fərqli idi və ədalətli idi. O hesab edir ki, o müharibənin, yəni fərqi yoxdur hansı tərəfdən, insan etkisinin əleyhinədir, silahlanmanın əleyhinədir, sülhün tərəfdarıdır. Ona görə də təzyiq altında qalırdı. Və bu baxımdan əlbəttə, indi qayıdıram sizin sualınıza, əlbəttə ki, belə bir fondun yaradılması çox mühümdür və indi statistikaya baxsaq, əlbəttə ki, Azərbaycan, digər Türk dövlətləri müəyyən bir resursları var, Azərbaycanda o cümlədən. Amma Macarıstan Avropa İttifaqı ölkəsidir və onun kifayət qədər ciddi büdcəsi var. Yəni 150 milyard civarında. Daxili məhsullar kifayət qədər ciddi bir büdcədir. Türkiyə o cümlədən və əlbəttə belə bir fond yaranarsa, hesab edirəm ki, demirəm ki, Avropa Birliyi ilə indiki mərhələdə rəqabət apara bilər, heç bəlkə bu məqsəd də yoxdur. Amma Türk dövlətlərin özü üçün, bir-birlərinə dəstək üçün ciddi bir rol oynaya bilər. Yəni, bu çox mühüm bir hadisədir. Bu, real işdir və həmkarlarım da söylədi, bir var bəyanatlar, onlar səsləndirilir, bir də var qəbul olunmuş bəyannamə. Oradakı biz bəndlərə baxsaq görərik ki, bu çox ciddi bir sənəddir və o sənədin icrası artıq real bir infrastrukturların yaradılması ilə müşahidə olunur. Söylədiyiniz, sual verdiyiniz həmin o fond da həmin yeni
infrastrukturlardan biridir. Yeni strukturlardan biridir. Yeni dəstəkdir. Çünki heç bir iş maliyyə olmadan görülə bilməz. Əlbəttə ki, görünür. Və nə sevindiricidir ki, nə qürurvericidir ki, bugün Türk dövlətlərinin belə bir imkanı var. Onlar bir maliyyə fondu yaradırlar. Deməli, buna gücləri var və bu proses xalqlarımızın rifahına töhfə verəcək. Və o həm də çox güclü və işlək bir instrumentə çevriləcək, alət olacaq. Çünki həqiqətən də həllini gözləyən məsələlər var. Bu tək siyasi, iqtisadi məsələlər deyil, həm də humanitar sahənin, sonra təhsil sahəsinin, sonra texnologiyaların artımı ilə bağlı olan araşdırmaların və s. onların ehtiyaclarını mütləq şəkildə birgə ödəmək lazımdır. Və əgər burada bizim bütün baxışlarımız və maraqlarımız üst-üstə düşürsə, əlbəttə ki, necə deyirlər, hamı gərək əlini cibinə salsın və o fond mütləq şəkildə yaradılmalıdır. Doktor, bilirsiniz, axı dünyada, Avropada çoxlu fondlar yaradılır və biz indi müşahidə edirik ki, o fondların bir çoxunun məqsədləri, təyinatı nədən ibarət olub? Müxtəlif ölkələrin daxillərlə qarışmaq, maliyyələşdirmək və s. bilirsiniz. Rəngli inqilabları maliyyələşdirmək və s. Və sizə onu da deyim ki, əlbəttə, indi siz də misal çəkdiniz, Avropa Birliyi rəhbərliyi gəlir ölkələrə. Çünki onlar əsrlər boyu vərdiş ediblər ki, hansı bir ölkəyə gəlsinlər. Zamanda bizim ölkənin də elə davranıblar. Misal üçün 90-cı illərin əvvəlində də, birinci Cümhuriyyət dövründə də, yəni o ölkələr ki, o dövrlər ki, yarım müstəqillik olub, diktə eləyiblər, şərtlərini qoyublar, bir çox ölkələrdə belə davranıblar və reflektiv olaraq onlar düşünürlər ki, belə davrana bilərlər. Amma indi tamamilə vəziyyət dəyişib, çünki indi Azərbaycan real müstəqil ölkədir, onun tam müstəqil cəsarətli prezidenti var. Şükür ki, digər Türk dövlətlərində də vəziyyət bu cürdür. Misal üçün, Türkiyə Respublikası bütün təhdidlərə baxmayaraq, faktiki olaraq 2016-cı o dövrdən sonra o dövlət çevrilişlərinin qarşısını aldıqdan sonra tam möhkəmlənib. Orta Asiya Respublikaları və indi o cür şərtlərlə danışmaq mümkün deyil və bu da imkan verir ki, söyləndiyi kimi Avropanın mərkəzində öz istədiyimiz qərarları qəbul edək. Amma bir daha vurğulayıram, bu nə Avropanın əleyhinədir, nə digər sivilizasiyanın əleyhinədir. Bu birgə yaşayış və birgə inkişaf üçün başqa bir məsələdir ki, onlar daim öz ətraflarında, qonşuluqda zəif aktorlar görmək istəyirlər. Sonra çalışırlar, onları zəiflətsinlər müxtəlif vasitələrlə. Biz bunu Gürcüstanın da timsalını gördük. Qonşuluq, digər qonşuların da timsalını. Bəli. Yəni, əgər nəsə qura bilmirlərsə, çalışırlar, dağıtsınlar, pozsunlar, sonra problem yaratsınlar. Təki sonradan öz istəklərini sıraya bilsinlər. Amma artıq siz buyurduğunuz kimi Azərbaycan və bizim nümunəmiz, yəni dəmir iradəmiz, prinsipiallığımız və həm də işlək olmağımız bunları həqiqətən də qorxudur. Ancaq biz işləyimizlə sizə heç bir negativ təsir göstərmirik. Biz çalışırıq öz ətrafımızda dost, qardaş məmləkətlərlə birlikdə quruculuq işlərini, sonra bir də xalqlarımızın yüksək siyasi mədəniyyəti. Əlbəttə. Kimlərinsə təsir altına düşməməsi, ayıq düşüncə və yenə də biz göstəririk o mədəniyyəti də. Faktiki olaraq dünya arenasında biz göstəririk ki, heç kəsin daxili işlərinə qarışmırıq. Amma buyurun, siz də bizim daxili işimizə qarışmayın da, gəlin də bizdən nümunə götürün. Və təbii ki, biz dəfələrlə, bir günlərdə bu haqda siz buyurdunuz, hörmətli qonaqlar ki, məsəl üçün Azərbaycan o böyük tədbirləri keçirdiyi məqamlarda, o ərəfələrdə həmişə biz lazımsız, yox yerdən çıxan onların belə imperativlərini, mənfi imperativlərini görürük. Sonra təhlükəli çağırışlarını və s. və ilaxır. Elə COP29 özü də yadınıza gəlirsə, tədbirə qədər və tədbirin özünün əsnasında da biz görürdük nə dərəcədə o dağıdıcı mərkəzlər çalışırlar ki, atmosferi, ümumi havanı nə bilim, zəhərləsinlər, çirkləndirsinlər ki, bu tədbir hardasa büdrəsin. Amma bu alınmadı. Yeri gəlmişkən, Prezident İlham Əliyev öz çıxışında COP29 ilə də bağlı və bizim o çalışmalarımız, onların təsirləri ilə bağlı öz fikirlərini səsləndirdi. Gəlin birlikdə dinləyək. Hörmətli həmkarlar, bildiyiniz kimi təxminən 200 ölkənin yekdil qərarı ilə 2024-cü ilin noyabr ayında Azərbaycanda COP29 kimi mötəbər konferans keçirilmişdir. Hazırlıq üçün cəmi 11 ay vaxt olmasına baxmayaraq COP29-u yüksək səviyyədə təşkil etməyə nail olduq. 77 min qeydiyyatdan keçmiş iştirakçı 197 ölkəni təmsil edirdi. Konferansda 70 dövlət hökumət başçısı iştirak etmişdir. Azərbaycan COP29-da qlobal cənubla qlobal şimal
arasında körpü qurmağa müvəffəq oldu. Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul edildi. Əsas nailiyyət inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutan yeni maliyyə hədəfi barədə razılaşmadır. Bundan başqa, 10 il ərzində razılıq əldə edilməsi mümkün olmayan karbon bazarlarının tənzimlənməsi barədə konsensusa nail olundu, itki və zərər fondu işlək vəziyyətə gətirildi. COP29 böyük uğurlara imza atmış və tarixə Bakı sıçrayışı kimi daxil olmuşdur. COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi imzalanmışdır. Bu saziş ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qaradəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır. Beləliklə, Azərbaycan lideri bax bu mötəbər tribunadan da bir daha yada salır ki, ölkəmiz birmənalı şəkildə inteqrasiyanın şaxələnməsinə köklənib və bizdə bu proses çox böyük uğurla alınır. Və biz həm də istəyirik ki, regionumuzda da, Türk arealının özündə də və ümumiyyətlə dünyada Türk birliyinin iştirakı ilə bu proseslər hamısı şaxələnsin. Bax, Canşir müəllim, bu həqiqətən də inteqrasiya ilə bir sistemdir ki, orada dəqiq çərçivələr yoxdur. Və burada o daha kreativ, daha yaradıcı yanaşanlar həmişə uğur qazanırlar və o cümlədən də biz. Bax, indi biz hansı mərhələni yaşayırıq? Bax, Türk birliyi özü-özlüyündə, Türk Dövlətlər Təşkilatının belə deyək, sərhədlərində hansı mərhələni biz yaşayırıq və dünyaya çağırışımız və gözləntilərimiz nədən ibarət? Həm çağırışımız, həm də oradan gözləntilər. Əslində, bugünkü inteqrasiya proseslərinin əsası 1992-ci ildən başlayır. İlk dəfə Türk dilli ölkələrin dövlət başçılarının zirvə görüşündən. Və o formatda görüşlər davam etdirildi. 2009-cu ildə Əməkdaşlıq Şurası yaradıldı və nəhayət Vətən müharibəsindən sonra 21-ci ildə Əməkdaşlıq Şurası Türk Dövlətləri Təşkilatına çevrildi. Amma aydındır ki, bu da keçid dövrüdür, keçid mərhələsidir. Bu, daha sonra həm siyasi, həm iqtisadi, həm hərbi və digər bütün sahələrdə əməkdaşlığı özündə etibar edən Türk Dövlətləri Birliyinə çevrilməlidir. Amma hal-hazırda Türk Dövlətləri Təşkilatı mərhələsindəyik və hər bir birlik yaratmanın bir beynəlxalq qlobal siyasət qanunlarına uyğun bir strategiyası olmalıdır. Və Türk Birliyinin strategiyası da bayaq dediyim kimi son 200 il ərzində dəfələrlə müxtəlif tərəflərdən həmişə gündəmdə olan məsələdir. Yəni bu strategiya ilə bağlı çoxlu nəzəri təkliflər, ideyalar irəli sürülübdür, amma bunun praktikada özünü əməli işdə özünü tapması üçün struktur lazımdır. Onun qurulması lazımdır və bu bayaq dediyimiz kimi Türk dilli ölkələrin dövlət başçıları sammitindən bugünkü Türk Dövlətləri Təşkilatına qədər artıq qurulma mərhələsi, quruluş mərhələsi davam edir. Və bugün bütün o əməkdaşlıq tendensiyaları, istiqamətləri hansı mexanizmlər vasitəsilə idarə olunur? Əslində bugün Türk Dövlətləri Təşkilatının 5 mexanizmi var. Bunun biri Türksoydur. Türk dövlətlərində yaşayan Türk xalqları arasında mədəni, humanitar əlaqələrin sıxlaşmasına, intensivləşməsinə, inteqrasiya proseslərinə dəstək vermək. Birisi Türkpadır, Türk Dövlətlərinin Parlament Assambleyası. Bu, müxtəlif Türk dövlətlərindəki milli qanunvericiliyin ümumi bir formata gətirilməsi, bir-birinə uzlaşdırılma yolu ilə ümumi bir formata, Türk formatına, ümum-Türk formatına gətirilməsi. Başqa bir mexanizm Türk Mədəniyyəti və İrsi Fondudur. O da
bütün türk xalqlarının, türk dövlətlərinin tarixi, mədəni irsini öyrənib təbliğ etməklə və türk xalqlarının tarixini, mədəniyyətini bir-birinə öyrətməklə, yəni bu sinkronlaşdırmaqla məşğuldur. Ortaq türk tarixi, ortaq türk ədəbiyyatı, ortaq türk mədəniyyəti və s. bu kimi, ortaq türk dili, hətta bu kimi layihələr hamısı məhz bu mexanizm vasitəsilə həyata keçirilir. Və nəhayət, bugünkü görüşdə cənab prezidentin də dediği kimi Türk İnvestisiya Fondu fəaliyyətə başlayacaq. Və bu Türk İnvestisiya Fondu artıq məhz iqtisadi sferada münasibətlərin daha da integrallaşmasına xidmət edəcək. Çünki hər şeyin başlanğıcında, bazisində iqtisadi güc dayanır, iqtisadiyyat dayanır və iqtisadiyyat da investisiyasız, maliyyəsiz mümkün deyil. Və bugünə qədər biz xatırlaya bilərik ki, Azərbaycanın hər bir türk dövləti ilə bağladığı strateji tərəfdaşlıq müqaviləsi və bu müqavilə əsasında iki tərəfli investisiya fondları var. Məsələn, Azərbaycan, Qırğızstan, Azərbaycan, Qazaxıstan, Azərbaycan, Türkiyə və s. Amma Türk İnvestisiya Fondu bütövlükdə Türk dünyasında, Türk dövlətlərinin ümumi çərçivəsində investisiyalar yatırmaq üçün və bütövlükdə Türk regionunun iqtisadiyyatını inkişaf etdirmək üçün nəzərdə tutulub. Bütün bunlarla yanaşı Beynəlxalq Türk Akademiyası var, hansı ki, bütün Türk dünyası üzrə bilikləri bir yerə cəmləşdirib, mərkəzləşdirməklə bu inteqrasiya proseslərinə öz töhfəsini verir. Baxın, əvvəllər əgər biz sadəcə bəzi türk dövlətlərinin rəhbərləri 5-10 il ərzində bir dəfə də olsun bir-birinə səfər etmirdilər. Amma bugünkü yekun bəyannaməsində göstərilir ki, türk dövlətləri arasındakı münasibətlər hal-hazırda 35 istiqamət üzrə inkişaf etdirilir və bu 35 istiqamətin hər biri dövlətlər tərəfindən, hökumətlər arası komissiyalar tərəfindən nəzarət olunur. Yəni, bu çox böyük fərqdir, bu çox böyük inkişafdır ki, bu 92-ci ildən bu günə qədər keçən zaman ərzində, 32 il ərzində, 33 il ərzində bu birlik yaratmanın bəzi müəyyən sütunları yaradılıb və bu sütunlar üzərində türk geopolitik birliyinin formalaşmasına biz şahidlik edirik. Amma bu əlbəttə bir təkamül prosesidir. Hər bir birlik müəyyən təkamül prosesi keçir və daim yenilənməyə və cilalanmağa məhkumdur. Eləcə də Türk Birliyi də indi Türk Dövlətlər Təşkilatında əldə etdiyi, gələcəkdə əldə edəcəyi nailiyyətlərə əsaslanaraq daha sonraki mərhələyə, daha sonraki inkişaf mərhələsinə keçə bilər və keçəcək. Və keçəcək. Təbii, əlbəttə. Və əlbəttə ki, bax, indi siz yəni deyirsiniz ki, siyasi dialoq həm mərkəzlər arasında, yəni paytaxtlar arasında əlbəttə ki, etibarlı şəkildə inkişaf eləyir və digər tərəfdən, belə deyək də, şaquli xətlə bərabər həm də üfüqi xətlə genişlənməlidir. 35 istiqamət bu asal məsələdir. Bu kifayət qədər geniş əməkdaşlıq. Bəli, yəni bu həm də o deməkdir ki, yumşaq güc gərək həm bizim çərçivədə, Türk Birliyi çərçivəsində, həm də kənara çıxarılmalıdır. Bax, bunu siz necə təsəvvür edirsiniz? Yəni biz öz aramızda, öz ailəmiz içində necə deyərlər, bunu onsuz da inkişaf etdiririk. Amma həm də bizə lazım olan odur ki, bizim yumşaq gücümüz artıq Türk arealları sərhədlərindən kənara da çıxsın. Əslində, Tofiq müəllim, yumşaq güc anlayışına yanaşma, yumşaq güc anlayışına baxışa münasibətdə biz Avropanın özünün çoxsaylı liderlər, o cümlədən Serbiya rəhbərinin timsalında, elə Macarıstan rəhbərinin timsalında yumşaq güc ustası Cənab İlham Əliyevin adını çəkirlər. Və bu dəfələrlə, yalnız iki tərəfli formatda yox, ictimai şəkildə, publik şəkildə bəyan olunub. Və bu mənada, əlbəttə, bugün Türk dünyası, Türk Dövlətləri Təşkilatı, əgər elə qəbul olunan bəyannaməyə münasibətdə də biz baxsaq görərik, hədəfləri ümumbəşəri niyyətlərdir, beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplərdir, mədəni, humanitar əməkdaşlıqdır, silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüququn qaydalarına əməl olunmasıdır, daha dəqiq desək, mədəni irsin dağıdılmamasıdır. Bunlar hamısı əslində elə ümumbəşəri dəyərlərlə üst-üstə düşən o yumşaq gücün məhz bir mənalı şəkildə burada bu sənədlərdə təcəllasıdır. Və nəzərə alaq ki, biz yalnız nəzəri əsaslarla danışmırıq. Azərbaycan təqribən 5 il bundan əvvəl bir müharibə, ağır bir müharibədən çıxdı və həmin müharibə dövründə bax, o qeyd etdiyimiz bizim dəmir yumruqla bərabər yumşaq gücün təntənəsini gördük.
hüquq qaydalarının daim ön sırada tutulması ilə Azərbaycan tərəfindən, Azərbaycan əskəri tərəfindən bir nəfər də olsun mülki şəxs hədəf alınmadı. Bir dənə də olsun hansısa abidə və s. dağıdılmadı. Baxmayaraq ki, fikirli dağıdılmadı. Baxmayaraq ki, bizim ona kifayət qədər imkanlarımız var idi, kifayət qədər eləmək. Yəni bu mənada bugün Türk Dövlətləri Təşkilatı qeyri-rəsmi zirvə toplantısı, qeyri-rəsmi iclasında verilən bəyanatlar, eyni zamanda qəbul edilən bəyannamə bu bir mənəvi şəkildə, bir daha deyirəm, ümumbəşəri niyyətlərə xidmət edir və ümumbəşəri niyyətlər də hazırda hədəfləyir müharibələrin rədd olunmasını, hədəfləyir münaqişələrin dialoq yolu ilə təmin edilməsini və bu da ortada nümunə. Və hesab edirəm ki, bu mənada tamamilə doğru deyirsiniz. Türk Dövlətləri Təşkilatı həm də özlüyündə yeni qlobal tendensiyalar, qütblər arası ziddiyyətin dərinləşməsi və belə deyək, dövlətlər arasında çox qütblü dünyada dövlətlər arasında ziddiyyətlərin kəskinləşdiyi bir dönəmdə kifayət qədər ümidverici bir formul kimi meydana çıxıb. Bəli, əlbəttə. Və biz dəfələrlə həm də Prezident İlham Əliyevin dilindən də eşitmişik. Hətta yadıma gəlir ki, parlamentdə çıxışı zamanı dedi ki, bizim istinad yerimiz, gedəcəyimiz bir yer varsa o bizim Türk ailəsidir. Və biz gərək çalışaq bu ailəni həm möhkəmləndirək. Digər tərəfdən də onun çağırışı ondan ibarət idi ki, yeni nəsillər milli mənəvi dəyərlərə sadiq olsunlar. Yəni onların qoruyucusuna çevrilsinlər. Çünki biz görürük hansı müdaxilələr var. Tək hərbi, inqilabi müdaxilələr deyil, həm də mənəvi müdaxilələr var ki, görürsən ki, bizə yad olan dəyərləri artıq güclə çalışırlar transfer etsinlər. Tək bizə yox, Gürcüstana da, postsovet ölkələrinin digərlərinə və əlbəttə ki, burada Türk birliyinin özünün gərək qətiyyətli bir mövqeyi olsun ki, biz onları artıq sərhədlərimizdən kənara buraxmaq. Bizə daxil gəlməsin, yəni bizdən xaric getsinlər onlar. Və mənə elə gəlir ki, burada əlbəttə ki, bizim razılaşdırılmış vahid baxışlarımız, siyasətimiz olacaqsa, biz buna nail olacağıq. Çünki faktiki olaraq ilk növbədə o milli dəyərlərə tuşlanmış, o zərbəni endirmək istəyənlər çalışırlar ki, insanları birincisi yollarından ayırsınlar, onları çaşqın vəziyyətə salsınlar və hətta onları yad dəyərlərə yaxınlaşdırsınlar. Bu da ki, bizim heç birimizə lazım deyil. Beləliklə, icazənizlə söhbətimizi yekunlaşdıraq. Mən sizə minnətdaram, hörmətli qonaqlar ki, iştirak etdiniz, dəyərli fikirlərinizlə bölüşdünüz. Eləcə də mən tamaşaçılarımıza minnətdaram ki, bizə diqqət yetirdilər. Əlbəttə, bu çox vacib hadisədir. Biz hələ bunun bütün pozitiv, müsbət təsirlərini zaman-zaman görəcəyik, hiss eləyəcəyik və əlbəttə ki, həm də bizim xalqlarımızın rifahında, onların mənəvi durumunda da bütün görülən işlər və müəyyən edilmiş hədəflər də öz təsirlərini göstərəcək. Sağ olun və efirdə görüşənədir.